Salam əziz və hörmətli dostlar. Umarım ki, halınız yaxşıdır və keyfiniz sazdır. Bəzən elə adam bir durumda olur ki, eləyə bilmir kitabı oxusun onlayn olaraq əlbəttə. O yüzden üzr istəyirəm və umarım ki, eləyə bilək bundan biz oxuyaq. Əlbəttə bilirəm ki, sabahları da oxuya bilməyəcəm. Çünki indidən bəllidir mənim sabahları biraz işim uzuna çəkəcək. Vallahi dostlar, mən Günaz TV'də bir bəhs başlamışdım. Şustişuy məğzi farsça, İngiliscə brainwashing, Türkcə beyin yıxama. Yol. Orada mən hüdudən 9-10 ay bu bəhsi apardım. Ayda 4 cələsə və hər cələsədə 1 saat yarım heç olmasa bunun haqqında mən biraz özüm, biraz qonaqlarım danışdıq. Bəli, hala mən görürəm ki, düzdür dostlarım, bəzisi mütəvəccüh olublar, faciənin dərinliyinə və genişliyinə mütəvəccüh olublar. Amma hala görürəm ki, insanlar çoxu bilmirlər nədir. Məsələn, ya bəzi mövzulara biz Günaz TV'də hələ girişməmişik. Yəni Günaz TV hələ 2 aydan çoxdur, tətildir. Heç bilmirəm də sonra açılacaqdır, açılmayacaqdır. Biz əlbəttə zahirən açılıbdır. Bir yol, amma bilmirəm mənim proqramım olacaq, olmayacaqdır. Önəm daşımır hər halda və mövzu mühümdür. Mövzu da budur ki, bu brainwashing çox ciddi məsələdir. Məsələn, biz bu məsələni danışmalıyıq ki, İranda brainwashingin farsça poştüvanəsi, arxası nəyə dayanır? Necə eləyə biliblər ki, tamam dərs oxuyanları və medianı, onları ki, İran sahəsində xaricdə dərs oxurlar onları və onları ki, İranda dərs oxurlar onları. Sadəcə mənim zehnimə gəlir ki, bunun bir səbəbi var. O da nəftin pulu. Yəni, mən burada kollecdə dərs oxuyanca bizə research analysis oxurdum mən. Orada bizə deyirlər ki, hər kəs sizə pul verir. O pul verəndən soruşacaqsınız ki, bu research'ı nə cür aparasınız? Və əslində o sizə deyəcəkdir ki, nə istəyir. Siz onu o adama verəcəksiniz. İndi bavər eləyin, əgər məsələn bizim bir 20-30 milyon dolar pulumuz ola və bu danışqahlara verək, elə Chicago danışqahına hansısa ki, ağa, açın üstün ki, nə cür olubdur bu tarix beləsi gəlibdir, keçən 120 ildə, 100 ildə. Xüsusən Riza Şahdan bu üzə, yəni keçən 100 ildə nə cür olubdur? Bu məmləkətdə bir tarix yazıblar, yeni bir tarix ki, əskidə bu tarix yox idi. Nə cür olubdur? Qizinfonun, filanın kitabları 2000 il bundan qabaq, 3000 il bundan qabaq nə üstündə yazılıb, nə cür yazılıbdır? Onlardan bir səfə bu günləri qoyanmırlar internetdə ya millətlərin gözünü qabağına. Bu səfə, bu kitabın bir belə səfəsi var. Nə cür olubdur? Ustuvani Kuruş dediklərinin tərcüməsində yarısından çoxu o ustuvanənin özünün xərabdır, yəni əzilib gedibdir. Qalanların da üstünə onlar sətir özləri əlavə eləyiblər. Amma heç kəs etiraz eləməyibdir. Bunların üstünü aşmaq üçün kafidir ki, bir tədad ustad danışqahlara pul verəsi, bunun üstünü açalar. Hətta əgər bir media olsa, bir güc olsa, eləyə bilər deyə ki, hər kəs məsələn Təxti Cəmşidin üstündə işləyibdir, dursun, gəlsin, bizə bunu açıqlasın, görək nə cür olubdur. İnsanlar onlar ki, orada xariciyyəsi, amma təəssüfənə bizdə bu güc yoxdur. Hər halda mənim zehnimə gəlir ki, bu günləri 2-3 kitabı oxumamışdan öncə 2-3 dənə məsələni açıqlayayım. Biri haqq məsələsi. Dostlar, baxın,
Haqq adında bir şey yoxdur. Mən bunu yenə də mənim nəzərimdir. Haqq adında bir şey dünyada şey deyirlər ki, mevcudi. Bir mevcudi ola, bir varlıq ola ki, insandan eşikdə ola, bu adda bir şey yoxdur, ona deyir haqq. Haqq insanların zehnində özləri yaradırlar, Allah kimi. Haqq nə deməkdir? Haqq bir şey yoxdur. İndi biz istirik, mən özümü bir zindicanlığa nəyə layiq görürəm? Ya nədir zindicanlığı özümə layiq görürəm? O zindicanlığa yetişmək üçün tək özüm yox ha, yəni millət olaraq. Çünki fərdi zindicanlıq imkanı yoxdur. Biz bir daş dəyirik ki, məsələn, çöldə bir yerdə atalar qalaq orada. Biz insanlarla yaşadığımız üçün insanıq. Və insanlardan qırılaraq yaşamağımızın imkanı yoxdur. Və əgər qırılsaq insanlardan bir dənə sillolda qalsaq, insanlığımız təqribən aradan gedir. Təqribən. Kamilən yox. Haqq yoxdur. Mən bir şeyi özümə layiq görürəm. Azadlığı, istiqlalı, millətimin rifahın, əmniyyətin, iqtisadının inkişafın filan. Bunlar özümə layiq görürəm. Ya özümə layiq görürəm ki, mən İranla qalam, müstəmirə olam, bunların əli altında işləyəm, haqqım, yəni heç bir insan kimi mənlə müamilə olunmuyor, mənim millətimlə müamilə olunmuyor. Bir buydu nəzərimə. Bir də dostlar, baxın, bəziləri görsə yaman yoğuz yazır. Bunlara cavab verməyə ehtiyacı yoxdur. Çünki hər kəs ki, ağzını açır, danışır, sizə söyüş savaş verir, ya hər nə deyir, o əslində özün qoyur mə'rəz-i qəzavət ümumi, ərəbcə deyək. İnsanlar qəzavət edir onu. Bizi qəzavət eləmirlər onun ağzı ilə. O adam hər şey, mən indi burada danışıram, heç kəs demir ki, məsələn, mən bir mövzunun, məsələn, haqqa görə danışıram. Heç kəs demir ki, haqq elədir, haqq belədir. Deyirlər ki, İnsaf Əli belə düşünür. İnsaf Əlinin düşüncəsi belədir. İnsaf Əlinin tərbiyəsi belədir. İnsaf Əlinin təməddünü, milləti, bunu hamısı mənim o toplumuma gedir. Bunun üçün biz farslar deyiblər ki, əz kuzu həman təravət ki dəruz. Küzədən o şey sızar eşiyə ki, onun içindədir. Hər kəsə nə danışır, o onun içindəkini tökür eşiyə. İnsanlar içindəkiləri qusurlar eşiyə. Biri əgər qusur, qusanda qarnındakın qusur, sənin boğazındakın, qarnındakın, meydəndəkin qusmur. O hər kəsin öz zehnin qusur. Mən indi öz zehnimi danışıram. Qusuram. Hər kəs hər nə deyir, öz zehnin deyir. Siz onun ağzından çıxanlarla, yazdıqları ilə eləyə bilərsiniz ki, bu adam nə tür bir insandır. Bu adam insandır. Tarixi nədir, düşüncəsi nədir, insaniyyəti nədir, əxlaqı nədir, ruhu nədir, rəftarı nədir, dədəsi, nənəsi nədir bir adamdır, bacı qardaşı nədir bir adamdır, dostları nədir bir dostdur, mühiti nədir bir mühitdir, milləti ki onun içində geçəlib nədir mühitdir, o tarix müəllimlər, mədrəsələr nədirdir, hangi kitablar oxuyub, hangi kitabları oxumayıbdır, əslən oxuyub, oxumayıbdır, adamdır, adamlıq yerinə əslən bunun buynuna dəyib, dəyməyibdir. Bu adamın milləti nəcürdür, dövləti nəcürdür, sistemi nəcürdür, tərbiyəsi nəcürdür, bunların hamısı ruhu rəvani nəcürdür, bunların hamısı adamın ağzından tökülür eşiyə. Mən indi burada 10 saat duram, danışmayam, heç kəs bilməz ki, mən nə kariyəm, düşüncəm nə qədərdir, savadım nə qədərdir, savadsızlığım nə qədərdir, insaniyyətim nə qədərdir, nə qədər deyil, əxlaqım nə qədərdir, nə qədər deyil. Amma o zaman ki, ağzımı açıram, danışıram, mən ölçülürəm. Siz ölçülürsünüz. İnsan o zaman ölçülə bilir ki, danışa ya da yaza. Onun üçün hər kəs danışır, buna diqqət eləsin ki, o mövzuya ki, siz nəzərinizi verirsiniz, söyüş yazırsınız, orada sizi qəzavət edirlər, o yazanı yox. İndi məsələn, mən burada bir şey yazmışam,
Bunun altında bir də insanlar gələcəklər, bir şeylər yazacaqlar. Mən yazdığım bəllidir, nə yazıram. Hər kəs də bir cümlə yazır. O da bəllidir. Məsələn, dünənləri bir nəfər bizim mahaldan bir əks qoyubdu. Mən elə bu əksi görən kimi tanıdım ki, bu Qəradağın filan mahalıdır, filan bölgəsidir. Hətta öz kəndimizə, ya mənim kəndimin ətrafıdır, ya da şeydir. Uzaqdan bundan belə şey sağlamışdı. Amma vətəndə belə bir şey var da. İnsan ki, bir yerdə gəlibdə, onu elə bir-iki dəfə görəndən sonra tanıyır hər şeyi. Yol. Mən o adamın nə adı var, nə əhsi var, dostluğa qəbul elədim. Və adamın birinci cümləsi dostluğu qəbul edəndən sonra bu da köpək oğlu. Nə deyim? Yəni adamın ailəsi, dədəsi, nənəsi, şəhəri, kəndi, nəyi, hər şeyi orada elə bəlli oldu da. Yəni tarixə getdi. Onun üçün dostlar, buna istəyirəm, xahiş eləyəm, diqqət eləyəsiniz ki, hər söz ki yazırsınız ya danışırsınız, çox diqqətli olun. Çünki o şey ki bizim ağzımızdan çıxır, millətə deyir ki, biz nə cür bir insanıq. Əslən biz insanıq ya yox. Bizim ədəbimiz, mərifətimiz, ərkanımız, insaniyyətimiz, ruhumuz nə cür bir şeydir. Bizim əlimizə fürsət və güc düşsə, necə bir canavar olarıq, necə bir yırtıcı olarıq. Bunların hamısı o sözlərdən görünür. Onun üçün insanlar onu bizi yazılarımızla və danışıqlarımızla qəzavət edirlər. Tamam, buradan bunu o 2-3 cıqqılı söz ki deyəcəkdim dedim. İndi gedək kitabımıza, görək ki, kitabımızda bu günləri nə oxuruq. Mühümdür, biz bu cür bir şeylə, bu kitabların xüsusən o məsələlərinin stratejiləri çıxada bilirik ki, qabaqcan nələr düşünüblər, nə cür düşünüblər və biz istəyək ki, bir millət quraq ya bir milləti bir yerə yetirək, nə cür düşünməliyik. İndi təcrübədir də, olubdur. İndi ya düz, ya qələt gəlib qabağa biz bilirik ki, məsələn, haracan gedibdir. Hər halda bu kitabı yazanlar bu günləri bir dənə cümhuriyyət qurublar, Türkiyə Cümhuriyyəti. Dünən də bu Cümhuriyyətin 98-ci ilidir ki, Atatürk dövründə quruldu. Bu millətə baş əymək lazımdır və bizim ən böyük dövlətimizdir. Əslində bizim dövlətimizdir. Baxın, Türk dövləti deyəndə bu günləri siyasi mərzilər var. Biz də İran adlı olan bir siyasi mərzin içində doğulmuşuq. Vətənimiz feylən İran olan məmləkətin istimarı və bayrağının altındadır, kölgəsinin altında. Əslində biz orada yox kimi bir millət, var kimi bir millət deyilik. Bunun üçün dostlar biz Türkiyə, Azərbaycan Cümhuriyyəti və o birisi türk dövlətləri, müstəqil dövlətlər bizim vətənimizdir əslində. Hətta onlar bizi vətəndaşa da qəbul eləməsələr, onlar bizim vətənimizdirlər. Çünki biz türkük. Əvvəl gərək burada yetişək bura ki, biz türkük. Sonra da Türkiyə bizim ən böyük güclü dövlətimizdir bu günləri. Elə bu ki, bir güclü dövlətimiz vardı, biz onu iftixar eləyib özümüzü türk deyəndə ona bir iftixar eləyə bilirik. Bu özü bizə böyük bir rəvani cəhətdən, ruh baxımından, ruhsal olaraq bizə böyük bir dayaqdır. Böyük dayaqdır. Yəni biz bu günləri hangi millətinə danışsaq deyirik ki, bizim silahlanmağa ehtiyacımız hələlik yoxdur. Çünki lazım olan zaman bizim ordularımız var. Bizim fabrikalarımız var. Bizim şeylərimiz var. Yəni o gün ki lazım ola silahlanaq, 24 saatdan aza biz silahlanıq. Amma silahlanmaqdan öncə bu Lübnanda bir zaman bir Əməli İslami deyə bir hizb düzəldirdilər. Onun başında bir molla var idi. O zaman da mollalar bu cür çox da pulakı olmamışdılar. Biraz adam idiler. İndi adamlıqdan çıxıblar mütəəssifanə, molla olublar. Eyni məsələn Sabahçı kimi. Eyni məsələn oğru kimi. O da bir işdir, oğurluq da bir işdir, mollalıq da bir işdir. Yəni işdir. Hər halda işinə görə adamlarına qəzavət eləmir. Mollarıq bir işdir.
Ömür boyları da bunların bir çoxu kasıblıq, mən də kasıblıqda yaşamışam, bunu inkar eləmirəm. Amma mollaların həmişə arzusu, nə bilim, ötürək. Gedək kitabımıza. Biz bu kitabları oxumalıyıq, bunların üstündən getməliyik, çünki bizim yolumuzu göstərir, nə cür fikirləşək. Keçən dəfələrdə 2 cələsə bundan qabaqda dedik ki, əxlaq 5 cürədir. Əgər iştibah eləməsəm, vətəni əxlaqı danışdıq. Ondan sonra da ikinci əxlaqı fikirəm danışmışıq, ya da ki, indi elə danışacağıq. Yox, elə vətəni əxlaqı danışmışıq. 5 əxlaqdan indi də gəlmişik. Ərz eləyim xidmətinizə ki, kitabımızın 93-cü səhifəsindən türkçülüyün əsasları Ziya Kökü Alp yazıbdı 100 il bundan öncə. 93-cü səhifənin ortasında məslək əxlaqı. Məslək dedik nə mənə demək? İş demək, herfə. Ərəbcə sözdür. Həm məslək ərəbcə sözdür, həm də herfə. Hər ikisi ərəbcə sözdür. Bizdə desək iş əxlaqı. Məsələn, mən bəqqalam, mən jurnalistəm, mən döktürəm, mən mühəndisəm, mən dəmirçiyəm, mən maranqozçiyəm, yəni nəccaram, mən şüşəçiyəm, camboram, mən radio-televizyon alıram, satıram, radio-televizyon təmir edirəm, kompüter satıram, kompüter alıram, paltar alıram, paltar satıram, xəraziyəm, bəzzazam, hər nə desəz, hangi iş olur olsun, bu işin bir əxlaqı olmalıdır. İndi görək bu əxlaqa görə nə cür düşünür? Deyir ki, vətəni əxlaqdan sonra ən başda dedik vətəni əxlaqı gəlir və buna bir dənə misal vurmuşdu əvvəl. Demişdi ki, İngilislər 1-ci Dünya və 2-ci Dünya Savaşında bir dana adam tapılmadı ki, İngilis ola, millətinə və vətəninə xiyanət edir. Amma minlərcə türk, ərəb tapıldı ki, öz vətən və millətlərinə xiyanət elədilər. Minlərcə. Bu bunu göstərir ki, yazarımız dedi ki, ey kaş bizim fərdi əxlaqlarımızda xərab olsun, amma bizim milli əxlaqımız olsun, vətənimizə və millətimizə xiyanət eləməyək. Məsələn, diqqət buyurun, bizim nəzərimizdə, bizim indi dəyişilib İranda, İran dediyimiz yerdə, amma fərz eləyin ki, indi o rəsmi deyək. Deyir ki, oğlan qız tutmaq yaxşı deyil. Oğlan qız dostu tutmaq yaxşı deyil. Evlənmək yaxşıdır. Ya boşanmaq yaxşı deyil, amma baxın görür ki, hamı oğlan dost tutur. Hamı boşanır. Hamı onun bunun arvadı ilə, əri ilə gedir, dolanır, kefin çəkir. Və heç kəs, nə bilim, əlbəttə çox da adamlar bu yolda ölürlər, mütəəssifanə, canlarını əldə verirlər. Dünənləri fəqət mən 2-3 dənə xəbər arvadların öldürülməsindən eşitdim, çox da adamlar irhanda olur. O əxlaq kaş olmaya bizdə. Ağzımızda bir şey deyib, dalda da bir cür rəftar eləmək. Bu əxlaq deyil. Onun üçün mən deyirəm, əxlaq yoxdur. Əxlaq adında bir şey bizi bəzi şeylərə mütəhəs saxlamaqdır. Biz İranda siz nə mənə ki əxlaq deyirsiniz, onun tərsəsini icra edirsiniz. Demirəm hamı, amma %90 belədir. Yəni %10 bəlkə dediyinə inanır və o cürdə yaşır. Məsələn, deyir, yalan danışmarıq, yalan da danışmır. Amma siz ayətullahlardan tutun gəlsin əşaya, ayətullahların hamısı deyirlər, əxlaq belədir, yalan danışmamaq belədir, filan bəhmandır, hamısı da yalan danışır. Gələ demirim %100 hamısı, amma məsələn %90'ı yalan danışır. Bu nə demək? Bu deməkdir ki, %90'ı da vətənlərinə xiyanət edir. Yəni İran deyən məmləkətə mən xiyanət eləmirəm. Mən bir dəfə açıq-aşkar deyirəm ki, mən istəyirəm vətənimi müstəqil edim. Niyə? Dəlil də bəllidir. Çünki bizim burada bərabər hüququmuz müsavi, qanunlar bizlə bərabər deyil. Bizim ziddimizədir. Heç əxlaq demirəm ha. Qanun bizim ziddimizədir. Bizim mənafeyimizi nəzərə almayıbdır. Təhcə bir quruhi nəzərə alıbdır, onlara deyirlər farslar. Farsların mənafeyi millisi nəzərə alıbdır, bəqiyyən mənafeyi millisi onu qurban edir. Bunun üçün mən istəyirəm ki, vətənim müstəqil olur. Bax, bu aşkar, amma biri də var ki, gəlib, mən İrancıyım, amma
bir 100 bin dolar, 50 bin dolar, 10 bin dolara İranın teknolojilərin, məsələn deyək ki, enerji həstəyisi mən vermədim ki, xarici. Yəni o işləri ki, ruslarla görürdülər, onları mən vermədim. Ruslar da vermədi. Diqqət buyurun, ruslar da bunları verməyibdi. Bunları İranlılar, onlar ki panfarsdılar, onlar ki iş üstədilər. Onlar ki o əsnada əlləri çatır. Məsələn, cənabınız bir yerdə süpürgəçisiz. Məsələn, deyək ki, enerji həstəyinin süpürgəçisiz, karməndisiz, mühəndissiniz. Siz bilmirsiniz orada nə keçir. Onların sənədləri, nəqşələri, işləri, gücləri hamısı orada 4-5 nəfərin əlindədir. 4 nəfərin, 3 nəfərin İranda enerji həstəyi, bomba atomi, tamam bu fəaliyyətlər içindir. Bunların hamısının sənədləri 4 nəfərin əlindədir. 4 nəfərin. Başda Xamenei'dir. Ondan sonra da Fərmandeh Kulli Sipahpazdaran ya hər kəs ittilaat bunların ikisidir. Ondan sonra da rəis enerji həstəyidir. Bir də onun müavinləri 4-5 nəfər. Yəni yığsız 4-5 nəfər. Bu 4-5 nəfər xiyanət ediblər. Mən eləməmişəm. Eyni halda həm millətdən yiyiblər, həm də İsraildən alıblar. Onun üçün İranda əslən indi vətən əxlaqı oydu. İndi ikincisi nədir? Vətən əxlaqı çox mühümdür. İkincisi iş əxlaqı. İndi iş əxlaqına görə danışırıq. Deyir, vətən əxlaqından sonra məslək əxlaqı gəlir. Əvvəl başda 5 əxlaqın içində ən başda gələn vətən əxlaqıdır. Ondan sonra da iş əxlaqı. Əski türklər məsələyə yol deyirdilər və yolda böyücü, soyda böyükdən iləri sayardılar. Deyir ki, əsli qədimi türklər, əski türklər, yəni qədim 1000 il bundan qabaq, 2000 il bundan qabaq, nə bilim 5000 il bundan qabaq bir məsələ olsaydı, məsələ, bir dənə müşkül var qabaqda, bir dənə məsələ var, problem var. Buna nə deyərdilər? Müşkül ərəbcədir, problem də ingiliscədir, müşkül də yenə məsələ və müşkül ərəbcədir, problem də latincədir. Deyir, buna türkcə nə deyərdilər? Buna yol deyərdilər. Məsələn, bizim qabağımızda 2 yol var, 5 yol var. Yol sözü rah-ı həll sözüdür, çözmək sözüdür. O zaman ki dediniz, fikir baxın, kəlmələr görün nə qədər mühümdür. O zaman ki siz deyirsiniz ki, müşkül var, mütəmərkizsiz bir dana bir məsələnin üstünə ki bilmirsiniz nə edəsiniz. Çünki adın qoydunuz müşkül. Amma o zaman ki deyirsiniz, bizim önümüzdə ya bizim 2 yolumuz var, 5 yolumuz var. Onda çözüm qoyursunuz ortaya. Deyirsiniz ki, biz bu yolların hangisi ilə getməliyik? Çözümə uyğun yoldur. Biri çözümsüzlüyə. Müşkül deyəndə çözümsüzlük gəlir zehnə. Yəni, bir dana məsələdir, biz bunu həll eləyəmirik. Ya həll eləyə bilmərik. Gücümüz yoxdur həll eləyək. Yol deyəndə məsələyə, yəni ki, bizim, məsələn, Azərbaycanın durumu İranda. Bir var deyək, bir müşkülümüz var İran adında. Bir də var deyək ki, İran qarşısında bizim yolumuz, bir belə yolumuz var. N qədər yolumuz var. X qədər yolumuz var. 2 dana, 3 dana. Məsələn, deyək, 3 dana yolumuz var. 1, müstəqil olmaq. 2, federal olmaq. 3, qanun əsasını dəyişdirmək. 4, müstəmirə qalmaq. Görürsünüz? Deyəndə, qədim türklər bəs müşkül adında bir şey işlətməzdilər. Biz indi, mən bunu Jurnalist TV-də 100-lər dəfə demişəm, biz farslar kimi düşünürük. Çünki fars kültürü ilə və fərhəngi ilə düşünürük. Çünki bizim zehnimiz türkçülükdən çıxıbdır, getib farslığa. Çünki biz tamam nənədən olandan ta ölünəcən fars sistemi ilə tərbiyyət oluruq və brainwash oluruq. Bunun üçün bizim qabağımızda məsələn, İranlılar demirlər ki, farslar demirlər ki, İranda bizim İranın qalması üçün, yarıdan getməsi üçün neçə yolumuz var. Əslən, onlar deyirlər, bizim müşkülümüz yoxdur, bizim Türk adında bir insanımız yoxdur ki, müşkül ola. Onlar deyirlər, bizim məsələn, Ərəb adında bir insanımız yoxdur. Bizdə ya Azəri var, ya da Azəri deyirlər, çıxsınlar, geçsinlər. Bizdə ərəb yoxdur, ya ərəb dilli var, ya bunlar ərəb deyirlər, ərəblər geçsinlər. Baxın, müşkülə belə baxın. O müşkül dediği, çünki müşkülə yol tapmaq olmaz.
Məsələn, bir dənə yol istəyirib çəkək, orada bir böyük dağ var. Bu müşküldür, o yolun qabağını kəsibdir. Nə etmək olar? Ya gərək bu dağı yaraq, ya gərək bu dağı dövrəsin qazaq, dövrə vuraq, ya tunel vuraq, ya da partladaq, kollen götürək. İranlar bu cür baxmırlar. Onun üçün qədim türklər yol deyərmişlər. Məsələ və müşkül və problem adlı bir məsələ çıxanda qabağa ona yol deyərmişlər. Bizim deyərmişlər məsələn yol. Və yolda böyücü soyda böyükdən irəli sayardılar. Yolda böyücü, böyüklər, ağsaqqallar, onlar iki təcrübə sahibidirlər. Onlar iki, axı bəzi adamlar böyükdür, ağsaqqaldır, amma çox üzr istəyirəm. Düşüncəsə şahid. Elmə şahid. Mən bir dəfə o zamanki cavan idim, gedərdim, məscidə namaz qılardım, əzan verərdim, millət əziyyət verərdim. 13-14 yaşlarımda. Onda bir gün məsciddə dedim, bu bir qoca adam vardı, dostluq bunlarla da gəlirik, gedirik, hürmətli elirlər. Bunların təcrübələrindən. Mən oturdum bu adama dedim, ağa mənə denən. Mənə dediği nə oldu? Dedi ki, çörək düşəndə yeri götür, öp qoy gözü üstünə. Yaxşı, tamam, ondan sonra nə mənə? Yəni, mənim müşkülüm o deyil ki. Mənim cam, onlar əslin, bu millət ahmaq millətdir. Belə bir adamlar. Yox, onlara böyük demirim. Böyük mümkündür. Həzrət Məhəmmədin bir dənə ən son savaşında bir dənə 16 ya 18 yaşında bir oğlan, cavan oğlan dedi ki, fərmandı, kolli elirəm səni. Və sonra öldü. Sonra Həzrət Məhəmməd öldü. Allahın rəhmətinə getdi. O halda ki, orada Həzrət Əli var idi, Həzrət Ömər var idi, Həzrət Osman var idi, Həzrət Əbu Bəkr var idi. Yüzlər nəfər adam var idi ki, onlar il savaşmışdılar, strateji bilirlər falan. Amma Həzrət Məhəmməd bu cavan uşağı qoydu. Özü ölən günlərdə. Çünki Həzrət Məhəmməd inanırdı ki, bu oğlan, cavan oğlan, o yaşlılardan yaxşı düşünür. Ona görə deyir ki, məsələyə yol deyərdilər, Peyğəmbər savaşacaqdır. Savaşa, yol, bizim yolumuz nədir? Savaş eləməkdir. Savaşda yenə bir yolumuz var. Kim burada komanda olsun, rəhbər olsun, savaşçı, başçı olsun, subaşı olsun türkçüsü. Fərmandı Kolluqova. Subaşı kim olsun? Bu 17 yaş. Niyə Əli olmasın? Niyə Ömər olmasın? Niyə Əbu Bəkr olmasın? Niyə Osman olmasın? Niyə o birisilər ki var idilər, sonra da İslamı dünyaya yayılır? Niyə onların heç birisi olmasın? Muaviyə olmasın, nə bilim, Pulan olmasın? Həsən olmasın, Hüseyin olmasın? Yəni öz nəvələri, niyə öz nəvələr olmasın? Çünki yolda böyücü təcrübə və düşüncə sahəsində böyük hesab olar. Soyda böyükdən irəli sayırdılar. Nəsl hesabı. Yolda ki, nə böyücü qabağa qoyacaqsan ki, yolu tanır, bilir səni nədir aparacaq yola. Soyda, yəni nəslidə böyükdən irəli sayırdılar. Yəni, yolda böyücü, soyda böyükdən irəli sayırdılar. Beləsi oxuyaq. Bu virgül ki, burada qoyulubdur, biraz şeydir. Yolda böyücü, gedəndə yol biləni, soyda, nəslidə böyüyümüzdən, ağsaqqalımızdan irəli sayırdılar, mühümmüdür. Ağa, yol bələdçi deyirdilər da, yol bələd, ya yol bilən. Yol bilən tayfanın ağsaqqalından mühümdür, önəmlidir. Bəktaşilərin beldən gələn seyid deyil, eldən, yoldan gələn seyiddir. Seyid sözü ərəbcədə, diqqət buyurun, İranda biz bunu tərsə işlətmişik. Ərəblər, yəni farslar tərsə işlətiblər, bizə də tərsə veriblər. Seyid dediğin ərəb sözündə Peyğəmbərin belindən gələn adam deyil. Əvvələn Peyğəmbərin nəslindən gələn adamlar, yəni İmam Həsən, İmam Hüseynin nəslindən gələn adamlar, deyək ki, Həzrət Məhəmmədin üçün oğlan evladı yoxdur, qız evladı var. Qız evladlarından gələnlərin biz fəqət Fatime-i Zəhranın uşaqlarını tanırıq. O halda ki, Həzrət Məhəmmədin 3-4 dənə də ayrı qızı var ki, biri Ömərin ya Əbu Bəkrin arvadıdır, ikisi əlbəttə bilmirəm Ömərin, Həzrət Ömərin xanımısı olubdur. Həzrət Peyğəmbər 2 qızın verib xəlifələrin birinə. O zaman ki, diri idi və onlar da xəlifə dəyirdilər.
və onların uşaqları var. Cəlibdir, biz şiələr Həzrəti Məhəmmədin uşaqlarının heç birisini adam hesablamır. Fəqət Həzrəti Zəhranı adam hesablayır. O halda ki, Həzrəti Məhəmmədin o birisi uşaqları ilə Zəhranın heç fərqi yoxdur. Onların da uşaqları var. Amma tüm İranda şiəlik Əbu Bəkrin, Osmanın, Ömərin ziddi nədir? Həzrəti Məhəmmədin qızlarını da sansur ediblər tarixən. Tarixdən sansur ediblər. Onların uşaqları müqəddəs deyil. Onların özləri müqəddəs deyil. Çünki farslar belə istəyiblər. Niyə? Çünki Ömər farsların məmləkətini alıbdır. Farslar dediyinə baxsaq. İndi o Həzrəti Məhəmmədin o birisi qızlarından da nəvələri var. Amma deyək ki, fəqət Fatiməni balaları əvvəl ərəbcədə seyyid sözü siz hər kəslə danışırsınız, o adam ki sizin qabağınızdadır, xanım ya ağa. Ona biz ağa ya xanım sözü, ağa da türkcədir, xanım da türkcədir. Ya moğulcadır xanım. Ağa və xanım sözünün yerinə seyyid və seyyidə işlədir. Kişiyə deyərik seyyid. Adını da bilsək ya bilməsək. Məsələn, istəyirəm deyəm ki, Seyyid Əbu Şərif, keyfə əhvalükə. Cənab Əbu Şərif, halın necədir? Əbu Şərif cənabları, ya Ənəb Şərif bəy, keyfiz necədir? Ya istəyirik bir dənə xanımı danışdıraq. Məsələn, fikrin ki, onun adı Fatimədir, ya Zeynəbdir, ya Ümmü Gülsümdür, hər nə. Seyyidət-i Ümmü Gülsüm, keyfə əhvalükə. Sənin halın necədir? Seyyidə. Hətta, diqqət buyurun, bizim Quzey Azərbaycanda da müəllim və müəllimə deyə ayırıblar. Xanımlara müəllimə, kişilərə müəllim deyərlər. Yəni, həman sözü, seyyid və seyyidə. O cəhətdən, hər kəs ki, ərəbdir, ərəb dilində danışır. Siz indi, məsələn, siz ərəb bir cümlə fəqət başarırsınız, bir cümlə. Keyfə halük. İstəyirsiniz mənə deyəsiniz ki, İnsəfəli keyfə halük, deyəsiniz, ya seyyidi. Məsələn, mənə əgər desəniz ki, adımı deməsəniz, ya seyyidi, keyfə halük. Ya seyyidəti, keyfə halük. Məsələn, nənəzə, bacıza, xalaza, əmməzə, dayıza, qonşuzun xanımısına deyirsiniz ki, ya seyyidəti, mənim başımın ucası, mənim başımın böyüyü, mənim ağam. Necəsiz? Halınız necədir? Bunun üçün o seyyid ki görürsünüz, seyyid qəbirləri, əvvələ onlar bir neçəsi ərəb deyil. Yəni yüzlərdə, neçədən ərəb gəlmişdi o zaman, məsələn bizim torpaqlarımıza, ya İranda adlanan torpaqlara. Ki qala orada, sonra da ölə. Yox, elə bir seyyid kəlməsini işlədirmişik insanlara. Sonra bunu nə cür olubdur ki, biri də özünə ad eləyibdir və ondan pul çıxdığı üçün saxlayıblar. Necə mollalar pul çıxdığı üçün saxlayıblar bunu, seyyidlər də pul çıxdı. Hətta seyyidlər bir zaman dilənçi olmuşdular. Dilənərdilər, millətdən pul alardılar. Çünki işləmək ağırdır axı, insanlar zəhmət işlər işləyirlər, mollalarla seyyidlər işləməzdilər. Az da olsa, çox da olsa bir pul gəlirdi, yeyirdilər. Ərz edeyim xidmətinizə ki, bu seyyid məsələsi Peyğəmbərin uşaqlarından gəlsə də deyirlər ki, oğlan uşağı seyyid olar, qız uşağı seyyid olmaz. Həftədə bir gün o da cuma axşamı seyyid olar. Onda İmam Həsən, İmam Hüseyin bunlar seyyid deyirlər. Yenə şiənin dediyinə deyirəm, ha? İstinadən şiənin dediyinə qız uşağına seyyiddir, həftədə bir gün yetişər cuma axşamılar. O birisi günlər qız uşaqları seyyid olmazlar. Niyə? Bilmirəm. Bu İran şiəsinin bu belə çox çəlişkili bir düşüncələrinin biri də budur. Qızla oğlanın nə fərqi var? Mənim qızlarım oğlumdan çox mənə möhtərəmdirlər.
Amma İranda belə bir sistemi yola saldı. Hər halda deyir ki, Bəktəşilərin, o Seyid kəlməsini bu cümləyə görə biraz açıqladım, çox çəkdi. Bəktəşilərin dedikləri bir cümlə var. Deyir, beldən gələn Seyid deyil. Beldən gələn bilirsiniz, qədim deyərdilər ki, beldən gələn də, yəni bir adam, hər halda kişi ilə xanım ki, eşq-i məşuqələr elirlər, kişidən bir uşaq gedər xanımın qarnına. Ona deyirlər, kişinin belindən gəlirdi. Buna görə deyirlər ki, beldən gəlmə. Deyir ki, beldən gələn Seyid deyil. Yəni, uşaq və nəvə və nəticə Seyid olmaz. Beləsi deyək. Bəlkə eldən gələn Seyiddir. Eldən gələn Seyid. El dedik millət. Yəni, millətin nümayəndəlik eləyən sərvərdə, ağadır, cənabdır, ali cənabdır. Hər adama biz ali cənab deməməliyik. Kim bizim millətimizin yolunda çalışır? O, yoxsa filan kəsin oğludur. Demələri də yolun soydan öncə gəldiyini göstərir. Deyir, bunlar da dedikləri, buna da baxanda görür ki, yol, hədəf, amac soydan, nəslidən, beldən, dədədən, babadan önəmlidir. Diqqət buyurun. Gəldiyini göstərir. Əski bir atasözü nə deyir? Deyir ki, yoldaşların babanın obasına axın edərlərsə, sən də bərabər axın et. Deyər ki, bu da yoldaşların soydaşlardan daha irəlidə olduğunu göstərir. Deyir, qədim bir söz var idi. Əski bir atasözü belə deyərmiş. Deyərmiş ki, yoldaşların babanın obasına axın edərsə, əgər sənin yoldaşların babanın, yəni sənin babavın obasına axın edərsələr, getsələr, sən də bərabər axın et, sən də get. Niyə? Deyir ki, bu da yoldaşların soydaşlardan. Bu da yoldaşların, fikirdaşların, düşüncədaşların, vətəndaşların, millətdaşların, işdaşların, işbirliyi eləyən adamların soydaşlardan, bacı-qardaşdan irəli olduğunu göstərir. Çünki məsələn, fircilik, mənim bacı-qardaşım vardır ki, mənlə müxalifdirlər, Azərbaycanın ziddinədirlər. Məsələn, bizim bir də familiyimiz var, uzaq, çox uzaq, bilmirəm. Məsələn, 7 dərənin hansında dədələrimiz bir-birinə çaydan keçəndə deyiblər ki, kirib olaq məsələn. Adam gündə mənə yazır ki, durud bər İran, İran vətən emast. Biz Türkiyəli deyirik. Onunla mənim suyum bir arxa getməz. O mənim familiyim ola bilər. Mən onun soyundan, o da mənim soyumdan ola bilər. Yəni, bəlkə bir uzaq yerdə dədə-nənələrimiz bir olublar. 10-ci nəsli qabaq. Amma mənə indi baş aşağılıqdır. Bəlkə də mən də ona baş aşağılığım. Çünki onun, məsələn, İran dövləti bilirsə ki, məsələn, mən özüm deyim, bizim bir çox famililərimiz bizə gəlib getməzlər, bizlə salam əlik eləməzlər, telefon eləməzlər, gəlib getməzlər. Çünki onlar İran dövlətindən, bəlkə biz gedərik, bir gün bir işimiz düşər, İran dövləti deyərsiniz, filan kəslə familiyasınız. Biz familiyamız danaq, indidən də oturaq Azərbaycanla müxalifət çıxırıq ki, dövlətə sabit edirik, bax, insafəli ilə biz familiya deyirdik, heç biz onunla da müxalifik. Buna deyirlər soy. Soy bu. Üzü qaralıq əlamət. Mən də bəlkə onlara üzü qaralıq, amma demirəm. Onlar da indi istəyirlər bir iş görələr, filan bəhman. Bəlkə mən onların işlərinə maniyəm. Amma fəqət istədim bunu deyəm ki, deyir ki, yoldaşların soydaşlardan daha irəli olduğunu göstərir. Bu məsələdə göstərir ki, yoldaş, fikirdaş, millətdaş familiyadan irəlidir. Mənim bəzi dostlarım, famililərim gediblər Türkiyəyə. Türkiyəyə gedəndə farsı musiqi açırlar. Yəni, mən qalmışam bu adamlara. Əski türklərdə yönətən sınıf torunlar, qamlar, buyruqlar, bitikçilər adları verilən 4 yol meydana gəldi. Deyir ki, əski türklərdə
4 dana adla 4 dana iş sahibi yola gəldi. Müdiriyyət eləyən. Bizim tayfamızı, elimizi, millətimizi 4 adla müdiriyyət elər. İndi məsələn deyilir rəis cümhur, rəhbər rəis cümhur, nümayəndə məclis və üzr istəyirəm, rəhbər rəis cümhur heyət vəziran, məclis və müdirani kol, məsələn, ustandarlar, müdirlər. İndi bunlar adlarında onlar ki, heyəti müdirədədirlər. Əski türklərdə deyir ki, 4 adına gələrdilər. Nə idi onların adı? Üzr istəyirəm. Əski türklərdə yönətən sınıf, yönətən yəni müdiriyyət eləyən, rəhbərlik eləyən, işi qabağa aparan sınıf, işlər, torunlar. Biri nə deyirlər? Torunlar. İndi buna misal özü vuracaq ehtimaləm, çünki gözüm sataşdı, gördüm ki, deyir ona görə. Məsələn, Qacarın padişahının balaları, nəvələri, bunlar, məsələn. Qamlar, qam əslən bilmirəm nədir? Buyruqlar, buyruqlar sözdə, məsələn, filan kəs buyruğu budur, yəni əmr. Əmr ərəbcə sözdür, bunun türkcəsi şeydir, dəstur da ərəbcədir, diqqət buyurun. Əmr və dəstur ərəbcədir, fikrim, fərman farsca olacaq, fikr edirəm, bilmirəm. Əlbəttə, fərman da fikir eləmən farsca olsun, türkcə olacaq. Çünki farslarda fərman adı yoxdur. Oradan deyirəm, türklərdədir fərman adı. Bunun üçün deyirəm, bəlkə fərman da türkcə adıdır. Amma fərman, buyruq, bunlar da əmrdir, hökuməti əmr. Əgər bir nəfər, 10 dana sərbazın başında oturubdur, onlara əmr eləyir, buyruq deyir ki, məsələn, mənim buyruğum budur. Ya deyir ki, filan kəs buyurdular. Yəni bizi qabil qəbuldur, o nə buyursa onu gözümüzün üstündə. Dördüncüsü, bitikçilər. Yenə də bunu da bilmirəm nə demək. İndi baxaq görək ki, bu 4 dənənin anlamı siyasətdə nədir? Görək bunları açıqlayacaq. 4 adı ilə 4 yola ayrılmışdı. 4 yola müdiriyyət ayrılmışdı. Sonraları Osmanlı devrində bunlardan mülkiyyə, elmiyyə, seyfiyyə, qələmiyyə adları verildilər. 4 yol meydana gəldi. İndi onları məni edir. Deyir ki, bunlara, bu 4 sınıfa Osmanlı dövründə 4 dana ərəb ad verdilər. Nə oldu? Torunlara dedilər nə mənə? Mülkiyyə. Mülkiyyə yəni nə mənə? O adamlar ki, mülki idarə elirlər. Mülki idarə eləyənlər. Dedim, ustandardır, fərmandardır, bəxşdardır, nə bilim bunlar. Dövlət, dövlət. Üstə dedi ki, qamlar, dedim, bilmirəm. Qam nə demək? Elmiyyə. Onlar ki, elmlə məşğuldular. Məmləkəti elmi cəhətdən idarə edirlər. Bunlara türk dilində qamlar deyirmişlər. Yəni, deyək ki, bu günləri deyək ki, ustadlar, müəllimlər. Məsələn, qamlar bu anlamdadır. Elmiyyə, elm işi ilə məşğul olan adamlara türk dilində qamlar deyirmişlər. Üçüncüsü nə mənədir? Buyruqlar. Buyruqların görək ərəbcəsi nədir? Seyfiyyə, qılıcla savaşanlar, yəni ordu. Pəs, buyruqlar əmri aparanlar, əmrə itaət eləyənlər, yəni seyfiyyə, yəni qılıc götürənlər, savaşçılar, ordu. Dördüncüsü kim idi? Üstə türklərdə ki, bitikçi. Dedik ki, mən qabaqda demişdim, bitik sözü kitab sözüdür. Mən bunu Cənab-ı Məhəmməd Rəhmani Fərin kitabxanasının, o kitab evi var idi, orada kitab satırdı, nəşr elirdi filan bəhman. Onun adı kitab evi idi. Adı bitik evi. Bu bitik evinin bitikçilər, yəni kitabçılar, yazarlar. Diqqət buyursanız, burada görürsünüz ki, tamam, o şey ki, bu günləri onlara biz deyirik ki, nə mənə deyirik onlara, bir dana söz deyirik. Bunların hamısına bir səqqə vururuq türkçədə. Farsda da ehtimalən görürüm nə deyirlər. Deyirlər ki, yadıma düşsə deyərəm. İndi yadımdan çıxdı, əslən zehnimdən çıxdı. Pəs oldu. Torunlar, o adamlar ki, məmləkəti idarə edirlər. Qamlar, o adamlar ki, elm ilə məşğuldular. Elm tolid edirlər, teknoloji tolid edirlər. Buyruqlar, o adamlar ki, ordu ilə məşğuldular. Bitikçilər, o adamlar ki, qələmlə, yazı ilə məşğuldular. Adları verilən 4 yol meydana gəldi. Bunlar
Ekonomik məsləklərdə bunlardan ayrı olaraq vardır. Bu dörd yol məmləkəti idarə, milləti idarə edən qrupların adı idi. İndi deyir ki, bu dörd yoldan əlavə ekonomik məsləklərdə, iqtisadi, ekonomi, iqtisad, məslək iş, iqtisadi işlərdə də bunlardan ayrı olaraq var idi, ayrı yollar var idi. Anadolu Səlcuqlarının son zamanlarında ahilər təriqəti, məslək örgütləri, fütüvvət prinsipinə, şuarına dayanaraq kiçik örgütlənmələr biçimində zaviyələr halında ortaya çıxdı. Deyir ki, Osmanlıdan qabaq kim dövrüdür? Səlcuqlar. Deyir, Səlcuqlar dövrəsində Anadolu Səlcuqluların çox böyük bir imperatorluqları var idi. Torpaqlar içi idarə edirdilər. Onun Anadolu, bugünkü Türkiyədən biraz böyük yerlərə nə deyirdilər? Deyir, orada olan Səlcuqluların son zamanlarında, onların son zamanlarındakı Osmanlı yavaş-yavaş həyata gəlir, diriləşir, dirçəlləşir, ayağa qalxır. O zamanda işlər bölündü. Ekonomi işlər, iqtisadi işlər bölündü. Ahilər təriqəti. Bir dana işlərə deyirlər ahilər təriqəti. Birinə deyilir məsləklər örgütləri. Fütüvvət prinsipinə. Fütüvvət bir növ pəhləvançılıq, cavanmərdlik, igidlik. Fütüvvət igidlik deməkdir. İgid. Məslək örgütləri, örgüt təşkilat. Məslək təşkilatları fütüvvət prinsipi ilə, yəni igidlik, güzəşt, fədakarlıq, prinsip olur usul. Usulu ilə şuar, bu da yazıb şuar prinsipi ilə dayanaraq, yəni bunlara dayanaraq kiçik örgütlənmələr biçimində ortaya çıxdı. Deyir ki, kiçik təşkilatlar şəklində ortaya çıxdılar. Örgütlənmə, yəni təşkilatlanma biçimində zaviyələr halında. Zaviyə də deyirlər, məsələn, zaviyə bilirsiniz, ərəbcə sözdür, yəni güşə, o da farscadır. Yəni açı. Məsələn, bir saxtamanın fikrin ki, bir bucaq. Türkçə desək, bucaq olur. Zaviyə. Bir bucaqda, məsələn, onlar otururlar bir bucaqda bunlar. Məsələn, ortaya çıxdı. Fütüvvətin sözlük anlamı baba-igidlikdir. Deyir ki, fütüvvətin türkçəsi, fütüvvət bəlkə ərəbcə sözdür. Deyir ki, onun türkçəsi çox da irfani bir sözdür. Ariflərin sözüdür fütüvvət. Çox dedim, mənası fədakarlıq, dürüstkarlıq, yəni düz danışmaq, yalan danışmamaq. Bunlar o anlamdadır. Deyir ki, fütüvvətin sözlük anlamı yəni lüğətnamədəki mənası igidlikdir. Terim anlamı isə, onun terim anlamı, yəni elmi anlamı dünyada və axirətdə xalqı nəfsinə tərcih etmək və önə almaqdır. Deyir ki, diqqət buyurun, fütüvvət ki, dedim mən, indi burada mənası beləsidir. Deyir ki, onun dünyada və axirətdə, o işlərdə olan, yəni fütüvvət adamları nədir? Deyir ki, dünyada və axirətdə xalqı, milləti öz nəfsinə, öz canına müqəddəm tərcih etmək, yəni onları öndə görmək. Onlar əvvəl, siz əvvəl. Haqq sizinlədir. Sözlük anlamı bagidlik, terim anlamı isə dünya və axirətdə xalqı nəfsinə tərcih etmək və önə almaqdır. Millət, əvvəl millət gəlir. Sonra biz. İndi görün, əgər biz millətçiyuq, əgər biz igid, baba igid millətçiyuq, millətimiz bizə. İndi millətimiz mümkündür ki, Azərbaycancı olmaya, Türkçü olmaya. Neyə eləməliyik? Onu mənim demək üzümüzün qarasıdırlar. Yoxsa onları özümüzə hər halda çalışıb və özümüzdən önə gətirməliyik. Osmanlı dövründəki əsnaf
luncaları, lunca deyir burada, bilmirəm, özü yazıbdı dərnəkləri. O zaman bəs lunca işlədiblər dərnək yerinə. Osmanlı dövründəki əsnaf luncaları, dərnəkləri və kətxudalıqları bu əski ahilər təşkilatının davamından ibarətdir. Deyir ki, Osmanlı dövründə əsnafın işlərdə dedik, işin hər bölümünün luncaları varmış. Lunca nə deməkdir? Dərnək deməkdir. Əncümən, bunların bir mərkəzləri varmış. Ya və kətxudalıqları. Hər işin özünün bir kətxudası varmış. Bizdə çatda deyirik. Kətxuda bilmirəm niyə işlədiblər. Xuda sözü farscadır və Allah anlamında da deyil. Böyük anlamındadır. Bizdə də kət, xuda işlənir, amma biz çatda deyirik. Çatda. Və bu sözü qəbul eləməliyik. Biz kətxuda sözünü qəbul eləməməliyik. Kətxudalıqları, yəni deyir ki, bir də çatda bilirsiniz, məsələn, kətxuda bir kəndin müdürü kimidir, işlərin o çözməyə çalışar, idari işləri. Bu əski ahilər təşkilatının davamıdır. O əski Səlcuqlu dövründəki ahi təşkilatı vardı, onun davamı gəliblər, deyiblər ki, lunca olsun və kətxudalar olsun, çatdalar olsun. Əski dövrdə bu əsnaf örgütü bölgəsəl bir nitəliyə sahib idi. Deyir, bu əsnaf əski dövrdə, qədim zamanlarda türklərin içində bu əsnaf örgütü, bu əsnafın luncaları ya təriqəti ya hər nə ki vardı, onlar dərnəkləri bölgəsəl bir nitəliyə sahib idi. Bölgəsəl bir məntəqiyə, bir böyük yerə bunlar elə bir ki, müdiriyyət edirdilər. Hər şəhrin əsnaf luncaları özünə özəl idi. Hər şəhrin özünün əsnaf luncaları var idi. Lunca, burada bəs bilirik ki, əncümənləri, dərnəkləri, mərkəzləri, başları, böyükləri, çatdaları var idi. Hər işin özünün bir çatdası var idi. Və o şəhərdə geçərdi onun sözü. Ayrı şəhər, məsələn, bir kəndin çatdası gedib bir ayrı kənddə çatdalıq eləyə bilməz. Bölgə ekonomisi dövründə bu əsnaf luncaları yararlı idilər. O zaman ki, iqtisad bölgəsəl idi, məsələn, Qəradağlılar Qəradağda, məsələn, Qəradağdan gəlirdilər, fərz eləyin ki, Təbrizə, ya Əhərə, ya Çəlibərə, bunlar bizim şəhərlərimizdir. Qəradağın şəhərləri, yapbaş şəhər olur Təbriz, təəssüfanə. Əlbəttə, Əhər bilirsiniz, bizim Qəradağın ən böyük şəhəri Əhərdir. Təbriz burada bir böyük bölgəni, Qazan çayıdır, nə bilim, bunların içində, yəni neçə mahal. Qaradağ bir mahaldır, məsələn, Qazan çayı var, filan var. Bunlar da gəlir, bunların ortasında bir dənə mərkəz var. Bölgə ekonomisi devrində, o zamanki iqtisad bölgəsəl idi Qaradağ içində məsələn, bu əsnaf luncaları yararlı idilər. Bu əsnafın çatdaları yararlı idilər. Yararlı, yəni mənə köməkçar idi, yaxçı idilər, xeyirli idilər, xeyirləri keçərdi. Xeyir sözü ərəbcədir, onun türkçəsi yararlıdır. Fəqət bölgə ekonomisi yerinə millət ekonomisi keçincə bu luncalar zərərli olmağa başladılar. Deyir ki, o zaman ki, fəqət bu şərtlə, yəni bu da şeylə, bölgə ekonomisi yerinə, o məntəqə yerinə ki, at heyvanla gedirlər, at heyvanla getdiyi yerinə, o zaman ki, millət ekonomisi yerləşdi, yəni maşın gəldi ya şey oldu, onda bu luncalar zərərli olmağa qaldılar, başladılar zərərli olmağa, o çatdalar, iş çatdaları. Çünki bölgə ekonomisi dövründə bölgə luncaları normal idi. Çünki o zaman ki, iqtisad kiçik idi, çatda da kiçik yeri kontrol eləyə bilərdi. Savadı, məlumatı, dünya görüşü ona yetişə bilərdi. Amma indi ki, birdən məsələn, Azərbaycandan gedəcəkdi Farsistana, ya Ərəbistana, ya Kürdistana, nə savadı, nə dünya görüşü ona yetişməyəcəkdi, təcrübəsi də yetişməyəcəkdi. Milli ekonomi devrində isə, indi milli ekonomi gələndə, ancaq milli luncalar yararlı ola bilərdi. İndi də milli, məsələn, deyək ki, nə mənə istir deyək ki, döhdürlərin məmləkətin başında bir dana əncümən olmalıdır. Ya hər ustandə bir əncümən olmalıdır və o ustanların başında bir əncümən olmalıdır. Mühəndislərin daha belə, vəkillərin daha belə, nəccarların daha belə, dəmirçilərin daha belə,
camçılarında, ha belə. Yəni bunlar hamısı qızılçıların, bazarçıların, onların, bunların. Bunların da milli bir təşkilat qurandan sonra yararlı ola bilər, xeyirli ola bilər. İşte bu nədəndən dolayıdır ki, bugün əski sınıfla əsnaf luncalarını devam etdirməyə çalışmaq doğru deyildir. Deyir, bu dəlillə ki, iqtisad dəyişilibdir. Əski luncaları, qədimi çatdaları indi məmləkət üzərinə işə gətirməyə doğru deyildir. Əski əsnaf luncalarını devam etdirməyə çalışmaq doğru deyildir. İndi yaxşı, istirik olar dirildaq, dubarədən çalışsınlar, doğru deyildir. Onları yıxaraq yerlərinə mərkəzləri dövlət mərkəzlərində olmaq üzərə milli loncalar qoymalıdır. Deyir ki, indi onları yıxaraq yerlərinə dövlət mərkəzi harda olsa, orada hər işin bir mərkəzi olmalıdır, milli mərkəzi olmalıdır. Ki, misalını mən vurdum. Örnək olaraq dəri əsnafını alalım. Bir dana deyir ki, dəricilər, göncülər. Göncüləri alaq, nə deyir, ələ alaq, şuraq ki, bunlarda nədir? Hər şəhərdə bir dəri luncası qorulmalı. Əvvələn, hər şəhərin özündə bir dəri əncüməni təşkilatı qurulmalıdır. Fəqət başına bir şeyx və ya çatda deyil, bir genel sekreter getirməli. Deyir, amma onun başına bir şeyx ya bir çatda qoymayacaq. Bəlkə nə mənə genel, umumi bir sekreter, muavin kimi bir şey qoymalıyıq. Hər şəhərdə bütün luncaların dəlgələrindən dəlgə ya dəllələrindən nümayəndələr yazıb mənasın, düzələn bir qurulu quraraq buna iş bursası adını verməli. Deyir ki, indi gələk hər paytaxtda məsələn, ya hər şəhərdə bütün luncaların nümayəndələrindən, dəllələrindən, dəlgələrindən, hər işin, hər luncanın nümayəndə, yəni məsələn dəricilər, nəqqaşlar, filanlar, bəhmanlar bir nümayəndə seçsinlər, göndərsinlər, bunlardan bir məclis düzəlsin o şəhərdə. Sınıf məclisi deyək buna. Düzələn bir qurul quraraq buna iş bursası adı qoyar. Buna deyək iş bursası, bursu. İndi burada bursa aparırlar, pul yapırdılar. O zaman bu işi mətrəh eləyibdir. Fikri. Ona deyib ki, bursu, adını qoyaq bursa. Burs, yəni həmin bu iki bu günləri işlərindir. O cürsü bir ad. Bunun görəvi o şəhərdəki bütün luncaların ortaq işlərini görmək və şəhərin ekonomik həyatını düzəlləndirməkdir. Deyir ki, bu, indi ki gəldi hər işin əncümənləri bir dana nümayəndə göndərdilər, bir dana işlər nümayəndə məclisi düzəldi. Bunun işi nə mən olmalıdır? Bunun görəvi, vəzifəsi, görəv türkcə, ərəbcənin, vəzifənin türkcəsidir. O şəhərdəki bütün loncaların, hər işin ortaq işlərini görmək və şəhərin ekonomik həyatını, yaşamını, iqtisadi yaşamını düzənləməkdir. Onu nəzmə salmaqdır. Düzənləmək, yəni nəzmə vermək, düzmək, nəzm etmək, düzənləmək, yəni nəzmə salmaqdır. Yenə, dəricilik dərnəyinə gələlim. Yenə qeydək dəricilik təşkilatına. Dərnək, sazman, təşkilat, əncümən. Hər şəhərdə bir dərici dərnəyi təşkil tapandan sonra bunlar aralarında federasyon genel mərkəzi meydana gətirirlər. Deyir, bunlar hər şəhərdə bir dana lonca düzəldi, dərnək düzəldi, dəricilərin dərnəyi, nəccarların, dəmirçilərin, bəzzazların, xərratların, nə bilim, onun, bunun dərnəyi düzəldi. O şəhərlərin hərəsi bir nümayəndə göndərəcəklər. O şuradan ki, mərkəzi şurası oldu, ha onların. O bir dana nümayəndə göndərəcəklər paytaxtdakı mərkəzə. Paytaxtda baş kətdə bunların bir nəccarların, məsələn, kolli, deyək ki, Güney Azərbaycan, Quzey Azərbaycanda bir dana, məsələn, mərkəzdə yığılacaqlar. Federasyon halı gələcək. Buna deyəcək, məsələn, Türk, məsələn, Nəccarlar Federasyonu. Çünki niyə? Tamam şəhərlərdən hərəsindən bir dana nümayəndə külli məmləkətdən gəldi, yığırdı paytaxtda.